Bilinciklərin gözəlliyini sizə göstərdim. Həmişə qeyd edirəm, qonşum hazırlayır və kənd südü ilə eləyir. Mənim səhvəmdən çox alıblar da bu bilinciklərdən, hələ də alırlar. Hələ indiyə qədər bir adam şikayət eləməyib. O qədər gözəldir, baxın. Deməli, bir tərəfini qızardır, bir tərəfini isə özünüz bişirəndə qızardırsınız. Mən içinə həm qiymə qoyuram, həm toyuq əti, həm tvorog. Kim nə ilə yeyir. İndi bilincikin içliyini hazırlayıram. Toyuğun sinətini doğradım, qaynatdım. İndi kərə yağında qovururam. Burada da kök rəndələmişəm. Üzərinə baxın, bir qaşıq şəkər tozu əlavə edib qaçışdıracağım ki, biraz şirin olsun. Çünki bilinciklər şirin deyil, yəni kəsmiklə də eləyəndə, kəsmik şirin olanda daha ləzzətli olur. Mən bir qaşıqdan əlavə, yenə bir qaşıq şəkər tozu əlavə elədim. Biraz da şirin olsun deyə bir qaşıqdan elə də şirin olmadı. Yəni zövqə görə də daha da şirin istəyirsinizsə, daha da əlavə eləyə bilərsiniz şəkər tozunu. Baxın. Belə bükürəm. Belə, baxın, bir belə bükəcəm. Kəsmiklə olanlar hazır. Bu da axırıncı bükdüm, hazır. Bu toyuqlu, bu isə tvoroglu. Yəni istəsəniz qiyməli də eləyə bilərsiniz. Bizdə sadəcə ən çox toyuqlu ilə tvoroglu yeyilir.